Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəissiyyət Heyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Yeni Azərbaycan Partiyası Təşkilatı Qadınlar Şurası Türk Dünyası Əlyazmalarının tədqiqi və Türk Dili Əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş Zərifə Əliyeva işığında qadın və dövlətçilik mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Azərbaycan elminin, səhiyyəsinin və ictimai fikrinin inkişafına mühüm xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci il dönümünün akademiyanın elmi müəssisə və təşkilatlarında keçirilən silsilə tədbirlərlə qeyd olunduğunu və zəngin fəaliyyətin yenidən cəmiyyətimizə və yeni nəslə təqdim edildiyini bildirib. Qeyd edib ki, bugünkü tədbir fərqli formatda keçirilir. Akademik Zərifə Əliyevanın həyatını həsr etdiyi tibb elminə dair Əlyazmalar İnstitutunda saxlanılan 12-ci, 17-ci əsrlərə aid əlyazmalar sərgilənir. Akademik Zərifə Əliyevanın tibb sahəsindəki zəngin fəaliyyətini elmi tədqiqatları ilə genişləndirdiyini deyən natiq, alimin təşəbbüsü ilə Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə laboratoriyanın yaradıldığını, geniş elmi tədqiqatların aparıldığını, həmçinin ixtisaslaşmış oftalmoloq kadrlar yetişdirildiyini vurğulayıb. AMİA'nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Onun elmi araşdırmalarının alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elmi tarixində xüsusi yer tutduğunu deyib. Həmçinin bildirib ki, akademik Zərifə Əliyevanın çoxşaxəli tədqiqatlarının əsas istiqamətlərini trakoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, herpetik göz xəstəlikləri, görmə orqanının virusla zədələnməsi, görmə orqanının onkoloji və qlaukoma problemləri və s. təşkil etmişdir. Tədbirdə daha sonra çıxış edənlər Zərifə xanım Əliyevanın vəfalı ömür gün yoldaşı, bir ana, həkim, alim və ictimai xadim olaraq Azərbaycan qadınını ləyaqətlə təmsil etdiyini, hər kəsin sevgisini qazandığını söyləyiblər. Leyla Namiq qızı, Fərid Həşimov, Elm TV.